Amma bizim ölkəmizdə bir dənə problem həll olunmur. Əziz həmvətənlər, Azərbaycanda son illər ən çirkin yayılan texnologiyalardan biri də müəllimlərin və təhsilin hədəf alınmasıdır. Artıq müəllim sözü Azərbaycanda negativ yük daşıyır özündə. Və bunu bilərəkdən eləyiblər. Halbuki o seçki saxtakarlığında iştirak edən müəllimlərin maksimum 10%-dir, 5%-dir. Halbuki o seçki məntəqələrini başqa yerdə təşkil eləmək olardı. Məhz məqsədli şəkildə məktəbləri seçiblər. Çünki məktəbi bir elm simvolu, inkişaf simvolu, bir hörmət, ehtiram simvolu kimi gözdən salsınlar. Bunun hamısı həmin hibrid müharibənin elementləridir. Özümüzü aldatmayaq. Müəllimlərə hörmətlə yanaşaq. Müəllimlər o kəslərdir ki, biz onların əlindən öpməliyik. Gündə bəlkə 100 dəfə. 100 dəfə öpsək belə onların haqqını qaytara bilmərik. Qaldı müəllim adını saxtakarla eyniləşdirmək. Bəyəm saxtakar həkim yoxdur, saxtakar mühəndis yoxdur, oğru quldur prokuror yoxdur, hamısı oğru quldurdur. İndi neyniyək? Onda gələcəkdə biz prokurorluq orqanlarını ümumiyyətlə ləğv edək də ki, bu oğru peşəsidir. Hakimlər riyakar, yaltaq, saxtakar, cinayətkar, onda məhkəməni ləğv edək də, məhkəmə lazım deyil. Qoy cinayətkarlıq baş alıb geçsin. Yəni bu yanaşmanı məqsədli şəkildə sığıyıblar bizə və əsas hədəf nöqtələri vururlar. Təhsili, elmi, ifadə azadlığını, insanların sağlamlığını və mənəviyyat, əxlaq, dəyərlər sistemini. Bütün bunları uğurla həyata keçirsən, onu hədəfləyənlərin nöqteyi nəzərindən uğurla. Bir millət yoxdur, onunla vidalaşa bilərsən. Ki, bax, belə bir millət olubdur. Və bugün də dünyada dillər, millətlər yoxa çıxmaqda davam edir.